Xoş gördük əziz izləyicilər. Sizə aprelin 25-nə olan hava haqqında məlumatı təqdim edirik. Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Gündüz qısa müddətə tutulacaq. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəzlənəcək. Temperatur gecə 12-16 dərəcə isti, gündüz 21-26 dərəcə isti müşahidə ediləcək. Rayonlarda hava əsasən yağmursuz keçəcək, lakin gündüzdən bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacaq, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə qısa müddətli intensivləşəcək, dolu düşəcək, yüksək dağlıq ərazilərdə sulu qara keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Temperatur gecə 13-17 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq. Havaların necə olmasından asılı olmayaraq sizin əhvalınız daim xoş keçsin. Görüşənədək.